Salam, hər vaxtınız xeyir olsun. Biz bu videomuzda baxacağıq ədədin hissəsini və hissəsinə görə ədədin tapılmasına. Hansı ki, adi və onluq kəsrlərin məsələ olan 4-cü başlığını əhatə edir. Gəlin başlayaq 1-ci sualımızdan. Ədədin 3-dəki hissəsinin üzərinə 3 əlavə etdikdə ədədin özü alınır. Bu ədədi tapın. Deməli, ədədi mən bilmirəm. Ədədi qeyd edirəm x olaraq. Və məsələnin şərtini yenidən oxuyuram. Ədədin 3-dəki hissəsinin üzərinə, yəni x-in 3-də-2-si ədədin hissəsini tapanda ədədi vurursuz hissə göstərən ədədi. Məsəl üçün 20-nin 4-də 5 hissəsi 4-də 1 hissəsi demir. 20 vurulsun 4-də 1. Cavab edəcək 5. Yəni eyni qaydada siz başqa cür yanaşa bilərsiniz. 20-ni 4-ə bölüb 1-ə vura bilərsiniz. Eyni şeydir. Ədədin hissəsini tapanda ədəd vurulur hissə göstərən ədədə. Yəni mən x-i vururam, hissə göstərən ədədim nədir? Hansı hissə deyil? 3-də 2 hissəsi. Mən vururam 3-də 2-yə. Deməli, ədədin 3-də 2 hissəsi budur. Bunun üzərinə bir 3 əlavə edin. Yazıram üstəgələ 3. Bərabərdir, ədədin özü alınır. Mən ədədimi x götürmüşəmsə, demək yenidən bu ifadə bərabər olacaq x-ə. İndi başlayıram tənliyi həll edirəm. Necə? Dəyişənləri bir tərəfə yığıram. 3 qalsın solda. Sağda bir dənə x-imiz var və bu 3-də 2 x-də gətirilən bərabərliyin sağ tərəfinə təbii ki, işarəsi tam əksi dəyişəcək. Olacaq 3-də 2 x. 3 bərabərdir. Bax, bu 1x deməkdir. 1-dən 3-də 2 çıxanda nə qalır? 3-də 1. Sadəcə olaraq yanında x var. Yəni çətin bir şey yoxdur. Əmsallara çıxıram, yanına da x-i yapışdırıram. Sonra bu deməkdir ki, x hansı ədədiymiş ki, 3-dən 1-i 3-ə bərabərdir. Yəni 3-ə bölüb 1-ə vurublar, cavab 3 alınıb. Ədədimiz bərabər olacaq 9-a. Mənim necə tapdınız? Baxın, belə elə bilərsiniz. Kəsirin qarşısında olan x hər zaman sürətə vurulur. Sürətə aiddir. 1 vurulsun x, eləcək x. Bölünsün 3, bərabər 3. Nəyi 3-ə böldü çəkir? 9-u. Baxın, bu ikisi bir-birinə vurulacaq. Cavab olacaq. Birinci sualda yebəndi. İkinci sualımıza baxaq. Anar 400 səhifəsi olan kitabın 4-4 hissəsini oxudu. Neçə səhifə oxumamış qaldı. Birinci həll üsulum budur ki, 400-ün 4-4 hissəsini tapıram. Ya istəyirsiniz 400 vurulsun 4-də 3 yazın. İxtisar edin. 4-dən 404-ə ixtisar gələcək. Yuxarıda qalacaq 100. 100 vurulsun 3 eləcək 300. Əgər 300-ünü oxuyubsa, oxunmamışı tapmaq üçün biz 400-dən çıxırıq 300-ü. Cavabımız qalacaq 100. Yox, əgər müəllim mən başqa üsul istəyirəm. Nə önerə bilərsiniz? Əgər 4-dən 3-ünü oxuyubsa, oxunmamış 4-də 1 olarmı? Hardan tapdınız müəllim? 1-dən çıxdım 4-də 3. Cavab qalacaq 4-də 1. Ya da baxın, birbaşa. 400 bölür 400, 4-də 1 hissəsini tapırsınız. Ya 400 bölü 4 vur 1 yazın, ya da ki birbaşa 400 vurulsun 4-də 1 yazın. Bu ikisi ixtisar gələcək, qalacaq nə? 100. Cavabımız olacaq 100 səhifə oxunmamışdır. Yəni ya birinci hissəni tapın, oxunmamışın hissəsini tapın, sonra 400 vurun həmin hissəyə, ya da ki oxunmuş vərəqlərinin sayını say olaraq tapın, 400-dən istifadə edibdir. Bu 300 oxunmuşdur. Oxunmamış tapmaq üçün ümumidən 300-ü çıxıb tapacaqsınız. Baxaq 3-cü suala. Turist atla 7-də 4 hissə yolu getdikdən sonra qalan 15 km yolu getdi. Turistin getdiyi bütün yolun uzunluğunu tapın. Diqqətlə qulaq asın. Mənə deyir ki, bu yolun 7-də 4 hissəsini gedib. Mən yolu bilmirəm. Yolu qeyd edirəm bir x şəklində. Yol x-dir. Əgər x-in 1x deməkdir, bu əlbəttə ki, x-in 7-də 4-ünü gedibsə, yəni bir tam yolun 7-də 4-ünü gedibsə, nə qədəri qalıb? 7-dən 3-ü qalıbmı? Bəli, elə bilin ki, yanlarında x-lər də var da, sonradan x-ləri yapışdırın. Əgər 7-də 4x gedilən yoldursa, deməli 7-də 3x nədir? 7-də 3x qalan yoldur. 7-dən 4-ün gedibsə, 7-dən 3-ü qalıb. Qalan yoldur. Qalan yol. Və şərtdə də mənə deyir ki, qalan yol 15 kilometrdir. Baxın, mən qalan yolu x-lə tapmışam. 7-də 3 x-ə bərabərdir. Şərtdə də mənə deyir ki, qalan 15 kilometr yoldur. Eyni şey deyirik, bəli. Yəni mən qalan yolu hissə ilə tapmışam, x-lə tapmışam. Amma şərtdə isə mənə qalan yolu birbaşa ədəd şəklində verir 15-i. İkimiz də qalan yolu göstərir. Sadəcə mən kəsirli şəkildə göstərirəm. Bu da mənə konkret ədədli şəkildə göstərir. Birdən boşuna danışırıq. Aha. İndi fikirləşirəm ki, hansı ədədin 7-də 3-ü 15-dir. Və yaxud da ki, gəlin normal vurma ilə girək. Kəsirin qarşısında hərf varsa, ədəd varsa, bu vurma deməkdir. Vuruq, hasil. Baxın, vuruq, hasil. Naməlum vuruğu tapanda nəyə bərabərdir? Hasil bölünsün məlum vuruğa. Yəni 7-də 3-ə. Kəsilərin bölünmə qaydasına əsasən birinci ədəd olduğu kimi qalır. Bölmə keçir vurmaya. 7-də 3-də çevriləcək 3-də 7-yə. Tam tərsinə. 3 3-ə bölünür 1, 15 3-ə bölünür 5. 5 vurulsun 7, cavab qalacaq 35. Deməli, bütövlükdə yol 35-dir. Amma mənə nə deyir? Elə turistin getdiyi bütün yolun uzunluğunu istəyir. Mən də bütün yolun uzunluğunu x-ni işarələmişəm axı. Tapdım ki, x bərabər 35. İndi sizə nə deyə bilər? Turist nə qədər yolu atla getdi? 35 km yol deyil ümumi. Yazıram ümumi. Ümumi 35 km yoldur. Əgər 15 km piyada gedibsə, 35-dən 15-i çıxaram, cavab neçə eləyir? 20. Demək 20 km də atla gedib at.
Və yaxud da ki, atla gedən deyir ki, ümumi yolun 7/4-üdür. Ümumi yol 35 tapmışam. 35-in 7-yə 4 hissəsini tapıram, görüm nəyə bərabər imiş. İxtisar gedir, qalacaq 5 vurulsun 4, yenə də 20. Yəni ki, ya istəyirsiniz ümumidən piyada gedilən yolu çıxın, ya da ki, şərtdə onsuz verir ki, bütün yolun 7/4 hissəsi atla gedilib. Yəni 35-in 7/4 hissəsini tapmağınız da kifayət edir. Cavabımız olacaq eyni ilə C variantı. Sonra 4-cü sual da eyni tipdəndir. Gəlin baxaq. Bunu özünüz cəhd sonra mən dedikdən sonra, mənim izahından sonra yoxlayın. 12-də 7 hissəsini gedib. Fikirləşəm ki, 12-də 7-sini gedibsə, qalan 12-də 5x olacaq. 12-də 5x, 5-i yenə toka verdik. 12-də 5x qalır. Şərtdə də mənə deyir ki, qalan yolum 35-dir. İkimiz də eyni şey deyirik. Sadəcə mənə kilometrdən tapır qalan yolu, mən isə kəsr şəklində. Buradan yenə x-i tapanda 35-i bölürəm 12-də 5-ə. Yəni kəsilərin bölünməsinə görə birinci ədəd olduğu kimi qalır. Bölmə keçir vurmaya. Bu da olacaq 5-də 12. Hər ikisi 5 ixtisar gələcək. Qalacaq 7. 7 vurulsun 12-də gələcək. Necə? 84 kilometr oldu bizim bütün ümumi yolumuzun uzunluğu. Belə. Piyada gedilən yolu istəsəydi, əgər 84 kilometrdən 35 kilometr, daha doğrusu yolun gedilən hissəsi, daha doğrusu gedilməyən hissəsi 35 kilometrdirmi? Yəni gedib məntəqəyə çatması üçün getməli olduğu məsafə 35-dir. Əgər desəydik ki, nə qədərin gedib 84-dən 35 çıxardı. Çünki 35 kilometr yol qalıb. Məsəl üçün evdən çıxıb məktəbə gedir, yolda bir maneə ilə rastlaşır, iraq-iraq. Dayanır və 35 kilometrdə gedəcək yolu qalır. Demək, bu nə qədərin gedib ümumidən çıxaram 35-i. Eləcək 49. Yəni bu tipdə də soruşa bilər. Belə bir sual da verə bilər təbii ki sizlərə. 5-ci sual. Azərin bir qutu rəngli qələmi var idi. Nostalgiya. Nə qədər rəngli qələmlər, karandaşlar, ruçkalar işlədirdik məktəbdə. Maraqlı dönümlər idi. Qocaldıq. 5-ci sual. Azərin. Həmişə belə suallar oxuyanda fikirləşmişəm ki, bu Azərdir yoxsa Azərindir. Sonradan Azərbaycan dilinin inkişaf edəndən sonra başa düşdüm ki, inkişaf edəndə şübhəli. Azərinin yəli hal mənsubiyyət, nəsə qatıb qarşıladım. 3-cü qruplar mən döyəcək. Öldürəcəklər. 5-ci. Azərin bir qutu rəngli qələmi var idi. Qələmlərinin 1/3 hissəsini İlqara, qalanının da 4/1 hissəsini Arifə verdikdən sonra qutuda 24 qələm qaldı. Əvvəl qutuda neçə qələm var idi? Mən əvvəl qutuda nə qədər qələm var idi bilmirəm. Ümumi x qələmimiz var. Diqqətlə qulaq asırıq. Deməli, o yazıram, verdi, bir də qaldı. Verdi, qaldı. Nə edib? Ən birinci, hissə oxuyub başa düşəcəm sualları. Daha doğrusu şərti. Qələmin 1/3 hissəsini İlqara verdi. Yəni, İlqara verdi 1/3x. Əgər ümumi mənim qələmlərimin sayı x, yəni 1x idisə, mən İlqara 1/1-ni verəndən sonra yerdə nə qədər qalacaq? 3/2x. 1-dən 3/1-ni çıxdım. 3/2x qalıb. Bu hələ ki verdi idi. Sonra nə idi? Bu azmış kimi nə qədər qəlbi saf, təmiz, paylamağı sevən adam imiş bu. Daha sonra qalanının artıq baxacaqsınız 3/2-yə. Qalanının 4/1 hissəsini Arifə verdi. Baxın, qalan 3/2x-dir. Bu səfər deyir ki, bu qalanının 4/1 hissəsini verdi Arifə. Yəni hər zaman verdi, qaldı, istifadə etdi, qaldı, işlətdi, qaldı. Bu şəkildə siz belə bir iki ifadəni yazın, sağ-sol, Twix-in sağ çubuğu, sol çubuğu, ortada pastavka. Və başlayın məsələnin şərtini oxuduqca qeydlərinizi aparmağa. Bax, x qələm var idi. 3/1-ni İlqara verdim, qaldı 3/2x. Sonra keçdim vergüldən sonraki digər hissəyə. Məsələlərin hamısını birdən həll etməyə çalışmayın. Cümlə və cümlə, nöqtə və nöqtə. Sonra qalanının 4/1-ni, yəni 3/2x-in 4/1-ni də verib Arifə. Baxaq, 2 2-yə bölünür 1, 4 2-yə bölünür 2, 3 vur 2, 6, yuxarıda da 1 qalıb. Deməli, 6/1 x-ini də veribmiş kimi Arifə. Və qalan qələmlərin sayı 24-dür. Nə fikirləşəm burada? Mən ən başda x qələmim var idi. İlqara verdim 3/1x-i. İlqara verdim 3/1x-i. Arifə də verdim 6/1x-i. Fikirləşirəm görüm mən toplamda nə qədər ürəyi açıqlıq elədim. Toplam nə qədər qələm payladım Arifə də, İlqara da toplamda. 6/1x bərabərdir. Ortaq məxrəcimiz eləyəcək 6-da. Üstdən 6-ya gəlmək üçün 2-yə vurmuşamsa 1-i də 2-yə vurmalıyam. 2x üstə gələk. O bir də 6/1x-dir. Problem yoxdur, olduğu kimi qalsın. Dəndə. Üstə gələk x bölünsün 6. Bu da bizə verəcək 3x bölünsün 6. Bu arada ixtisar gələcək 3-ə qalacaq x bölünsün 2. X böl 2. X böl 2. Demək, mən tapdım ki, bu Azər Arifə də müəyyən sayda qələm verdi, İlqara da müəyyən sayda qələm verdi. Tapdım ki, bu nə qədər dostlarına qələm paylayıb. Baxdım ki, 6/3x, yəni 2/1x. Yəni ki, x nə idi? Bütün qələmlərin başlanğıcdakı sayı idi mı? Bəli. Və bütün qələmlərin yarısı
qalıbmış. Bir izah edirəm. Ümumilikdə satılanları istifadə edənləri topladım. Sonra ümumi x-dən, baxın, ümumi x-dən çıxmalıyam. Mənim ümumi x qələmim var. Ümumi bunun payladığı, dostlarına payladığı 6'da 3x-dir. 6'da 3-dəki 2'də 1x deməkdir elə. Çünki 6'da 3 bir-birin yarısı daxı, yəni 3 6'ın yarısı daxı. Deməli, x-dən x bölü 2'sini komple paylayıb gedib. Nə qədər qalıb? 1-dən 2'də 1 çıxanda yenə də qalacaq 2'də 1x. Yəni bir elementar məntiqlə fikirləşə bilərsiniz ki, əgər bu toplamda dostlarına x bölünsün 2 gələn veribsə, yəni x-in ümuminin yarısını veribsə, özündə də qalan ümuminin yarısı olacaq. Yəni özündə qalan da x bölü 2 olacaq. Yəni mən sizə 6 gələn vermişəmsə 12-dən 6 da özümə qalacaq. Yəni yarıba yarı. Və tapdım ki, ümumidən istifadə edilənləri çıxsam, yerdə qalacaq məndə x bölü 2 gələn. Şərtdə deməlidir ki, bu qalan gələnlər var ha. Mən qalan gələnləri kəsrlə tapmışam. X bölü 2-yə bərabərdir. Şərtdə deməlidir ki, o qalan gələnlərin sayı 24-dür. Yəni bərabərləşdir tapdığın qalan gələnlərin sayını 24-ə. Nə 2-yə böldə 24 deyir? X bərabər olacaq 48. Deməli 48 gələn var imiş. Gəlin yoxlayaq məsələn gedişatını. 48 gələn var imiş bir qutuda. O, İlqara verdi gələnlərin 3'də 1-ni. Yəni 48'in 3'də 1-ni verdi İlqara. Yəni 16'sını verdi İlqara. Sonra İlqar. Hər İlqar yağında nə olur? Əgər 16'sını İlqara veribsə, tapıram ki 48'dən çıxsam 16'nı, cavabımız qalacaq, soyuq zarafat idi. Yəni günündə 32'si qalacaq deməli hələ ki əlində. Sonra da bu əlində qalan 32 gələmində 4'də 1-ni verdi Arifə. Yəni 32'nin 4'də 1-i də 32 bölü 4 vur 1 deməkdir və yaxud da ki vur 4'də 1 də yaza bilərsiniz. Bayaq izah etdiyim kimi. Demək 8'ini də verdi Arifə. 8'ini Arifə verdi, 16'sını İlqara verdi. Baxıram 16 üstə gəl 8. Bu toplam nə qədər verib? 24 verib. Və toplamda da ən başda gələnlərimin sayı 48 idi. 48'dən də çıxıram bunun toplam paylaşdırdığı gələnlərin sayına, cavab həqiqətən yekunda qalır 24. Şərtdə deməli deyirdi ki, bu saftirik insanımız gələnləri payladıqdan sonra onun özündə qalacaq 24 gələm, həqiqətən də 24 gələm qaldı. Yəni düz həll etmişik. Sonra 6-cı sual. Artıq bunu bir balaca sürətlə yazacağam. Altını özünüz həll edərsiniz. Yəni də şifahi neydi? Ay Allah. Mən həll edirəm, lakin İnanıram ki, videonu dayandırıb inanmaq istəyirəm ki, siz özünüz həll edirsiniz. Yenə bir bağlama dəftəri var. X. Verdi, qaldı. Deməli, o dəftərlərin 4'də 1 x-ini verdi gündüzə. Yox, axşama, bu nə adlardır? 4'də 1 x-ini verdi gündüzə. Əgər bir tamdan 4'də 1-in çıxsam, qalacaq 4'də 3 x-imiz qalıb. Sonra qalanının, yəni 4'də 3-ün 3'də 1-ində Elnura verib. Elnura verib. Yəni bu qalanının 3'də 1-ni də verib Elnura. Hesablayıram, qalır x bölü 4. Deməli bu Elnura verdiydi, bu da gündüzə verdiydi. Toplamda x bölü 4, x bölü 4. X bölü 4, x bölü 4. Nə oldu? X bölü 4, x bölü 4. Baxın, bu da x bölü 4'dür. Bu. Bu da x bölü 4'dür. Bu da x bölü 4'dür. Toplayıram. X bölünsün 4. Üstə gələk x bölünsün 4. Görün bu toplam nə qədər paylaşdırıb. Eləyəcək 4'də 2x. Bunlar x-də x-ə gələcək, qalacaq x bölünsün 2. X bölünsün 2. Bu bunun toplam paylaşdırdığıdır. Və mən də qeyd etmişəm ki, bizim ümumi ən başda kitabımızdır, bağlamamız nədir? Nə qədər sayı var burada? X ümumi x qəbul eləmişdim axı. Əgər x-dən dostlarına paylaşdırdığını çıxsam, x bölü 2-ni çıxsam. Bu da elə 1 çıx 2-də 1 deməkdir də. Qalacaqmı yarısı ilə x bölü 2? Şərtdə də mənə deyir ki, bu qalanların sayını, yəni bu qalan x bölü 2-ni bərabərləşdir 18-ə. Buradan da x neymiş ki, 2'ye bölün 18 edib, x bərabərdir 36. Olacaq? Deməndi. Bu hamısı o tipdəndir. 7-ci məsələyə baxaq. Nə deyir bizə? Deyir ki, yolun 15'də 7 hissəsi təmir olunduqdan sonra 88 kilometr təmir olunmamış qaldı. Nə fikirləşirəm burada? Əgər yolun 15'də 7'si təmir olunubsa, təmir olunmamış 15'də 8x olacaq. Və şərtdə deyir ki, bu təmir olunmamış 88 kilometrə bərabərdir. Bərabərləşdirdim. Tənliyim hazırdır. Və belə deyə bilərsiniz. Əgər hər tərəfdə vurma varsa, yadda saxlayın. Eyni ədədə siz bərabərliyin sağında solunda ixtisar edə bilərsiniz. 8 8'ə bölürəm 1, 88'i 8'ə bölürəm 11. Və yuxarıda nə qalıb? Kəsrin qabağında olan hərf yuxarıya aiddir. X bölünsün 15 bərabərdir 11'ə. Buradan da bölən qismət. Yuxarını tapanda 15 11'ə vurulacaq. 15 vurulsun 11. Və buradan da x bərabərdir. Bax, mən yazılış formlarını sizə mənimsətməyə çalışıram ki, burada bərabər yaza bilməsiniz. Bir sətirdə 2-dən bərabərlik olmaz.
Düzdür, bəzi izahlarda dərs prosesində o qədər ciddilik olmadığına görə yazının tərzində. Ona görə də ötəri baxa bilərsiniz, amma ki, açıq sual düşsə, bunun ardından bərabər ikinci bir bərabər işarəsini qoymamalısınız. Və buradan x nəyə bərabərdir? 15 vurulsun 11, eləcək 165. Ay, müəllim necə tapdınız? Mən 11-ə vurmanın belə bir qaydasını görmüşdüm ki, 90% ədədlərdə düz olur. Demək, ədədə 11-ə vuranda, hansı ədədə 11-ə vurursunuzsa, bu ədədin rəqəmlərini aralı yazın. 1 ilə 5-i aralı yazdım. Sonra bu ikisini toplayın, 6. Yapışdırın ortaya. Olacaq. Y bəndi. 8-ci sual. Aha, indi mən sizə hovuz, boru, kran məsələlərindən bir balaca taktikalar verim. Əgər bir boru hovuzu 6 dəqiqəyə doldurursa, deməli bunun 1 saata gördüyü iş olacaq 6'da 1. Niyə? 6 dəqiqəyə doldurmur, 6 saata doldurmur mu tutaq ki hovuzu? Ya hər saat 6'da 1, 6'da 1, 6'da 1, 6'da 1, 6'da 1, 6'da 1. 6 dənə 6'da 1'i doldursa 6'da 1. Onda biz də həqiqətən tam 1 saatımızı alarıq mı? Alarıq. Ya həmişə yadda saxlayın, işçi məsələlərində də, hovuz məsələlərində də verilən zamanda nədir? Onların kəsirlərini işləyirik. Məsəl üçün, yəni daha doğrusu tərslərini işləyirik. Deyir, bir kran boş səni 6 dəqiqəyə doldurur. 6 yaxşı dəqiqə olsun, mən saat yazdım. Nə fərq var? Çox fərq var, amma hə. 1 dəqiqəyə 6'da 1'ini doldurur. 2 dəqiqə, 2 vur 6'da 1, 3 dəqiqə, 3 vur 6'da 1, 6 dəqiqə, 6 vur 6'da 1. Həqiqətən də hovuz bir tam şəkildə dolar mı? Dolar. İndi digər tərəfdən başqa nə görürəm? Digər tərəfdən də 9 ədədini görürəm. Və bu zamanda 9'un tərsini yazıram, 9'da 1. Yəni hər ikisinin 1 dəqiqəyə gördüyü işi tapıram. Biri 6'da 1'dir, biri də 9'da 1'dir. Sonra hər ikisi doldurursa, əgər hovuzların hər ikisi doldurursa, siz tapdığınız ədədləri toplayırsınız. 6'da 1 üstə gələk, 9'da 1. Aha. Və yadda saxlayın. Biz bunların tərslərini topladıq. Mötərizəmizə bağlayırıq. Vururuq zamana. Buna V kimi baxın da. Buna V kimi baxın. Zamana vururam. Mən zamanı şərtdən götürə bilərəm ki, zaman bircə dəqiqədir. Yəni ki, dəqiqə olaraq qalsın. Vur 1 dəqiqə bərabərdir. Nəyə? Hesablayaq. Ortaq məxrəc olacaq 18. 18-də 6'dan 18'e gəlmək üçün 3'ə vurmuşam. 9'dan 8'e gəlmək üçün 2'yə vurmuşam. Olacaq 5 bölünsün 18. Yəni 18'də 5. Bu dolanı göstərir. 18'dən 5'i dolubsa, dolmamış 1 çıxılsın 18'də 5 olar mı? Olar. Cavab eləyəcəkmi 18'də 13? Bəli, 18'də 13 doymamış nədir? Allah. Dolmamış qalacaq. Bunlar yenə gəlməlidir. Onların üzərində bir dənə də izah verim sizə. Yoxdur. İndi belə bir sual düşə bilər sizə. Ola bilər ki, borulardan biri hovuzu doldursun, biri boşaltsın. Onda məsələn şəklini necə qurursunuz? Yadda saxlayın. Əgər bu doldursaydı, bu boşaltsaydı, hansı dəqiqənin yanındakı boşaldırsa, demək boşaldanın qabağına bir də minus atacaqdınız. Olacaqdı çıx 9'da 1. Bəli. Yəni hər ikisi eyni anda işləyirsə, doldurursa toplamadır, amma biri boşaldırsa, boşaldanın ən birinci işarəsi mənfi olmalıdır. Mənfi olaraq gəlməlidir misalımızda. Sonra 9-cu sual. 2 şəhərdən qarşı-qarşıya 2 dənə qatar yola düşür. 2 dənə şəhərimizi çəkək. Bu olsun birinci şəhər. Şəhərdən çox ev oldu, amma neysə. Qatar. Buradan 2 dənə qatar yola düşür. Qarşı-qarşıya. Bax, qatarlardan biri belə gəlir. Digəri isə qarşı-qarşıya gəlir. Digəri də ona belə gəlir. Deyir, bu yolu birinci qatar 4 saata gedir. İkinci qatar 6 saata gedir. Məsələn, tutaq ki, yolu yolu özümdən qəbul edirəm 12 məsələn. İndi bax, deyir ki, birinci qatar yolu 4 saata gedir. Əgər yol 12 kilometrdirsə, 12'ni 4'ə böləcəm, eləyəcək nə? 3 nə? Tapdığınız nədir? Bilmirsə, izah edeyim. S var, yol var, zaman var, nə çatışmır? Sürət. Sürətimiz olur bizim 3 tutaq ki. Özüm nə edir qəbul etmişim, görə yaxır hara gedir. Və ikinci qatar da 6 saata gedir. Yəni 12 kilometrlik yolu, yolu özümdən 12 kilometr götürmüşəm. İkinci qatar 6 saata gedib bitirir. 12'ni bölürəm 6'ya. Cavab eləyəcək 2. Deməli, bunun birincinin gördüyü iş 3'dür, ikincinin gördüyü iş isə 2'dir. Yəni mən 12 götürdüm, siz istəyirsinizsə görüləcək olan işi 24 götürün, istəyirsinizsə 120 götürün. Onlar da 4-dən 6'ya bölünür. Sadəcə yox, mən daha minimalist, perfect. Daha kiçicik ədədlərlə işləməyə tərəfdarıyam. Aha. Özümdən bir ədəd götürdüm. Hələ ki belə izah edeyim də sizə.
Deyir ki, bir saatın içərisində bu 3 kilometr gələcək belə. Bu isə 2 kilometr gələcək belə. Toplam getdikləri yol nə qədər olacaq? 5 kilometr. Desəydi ki, onların bütövlükdə getdikləri yol bütün yolun hansı hissəsini təşkil edir? Bunlar toplam 5 kilometr gediblər deyə getdikləri yol olacaqdı 12-də 5. Amma bizə deyir ki, onlar arasındakı məsafə bütün yolun hansı hissəsini təşkil edir? 12 kilometrlik yoldan 3 kilometr belə gəliblər, 2 kilometr belə gəliblər. Yəni 5 kilometr gedibsə, bu arada qalan kilometrimiz 7 kilometrdir. Bu da bütün yolun 12-nin hansı hissəsini təşkil edir? 12-də 7. 10-cu sualımıza baxaq. Qruplar üzrə sənəd verən abituriyentlərin say diaqramına əsasən 3-cü qrupa bütün abituriyentlərin hansı hissəsinin sənəd verdiyini tapın. Bütövlükdə dairəmiz yadda saxlayın ki, tam bucaq olduğuna görə 360 dərəcəyə tamamlanmalıdır. Əlimizdə var 100, 80 və 60. Bunları toplayıram. Cavab verəcək 240 dərəcə. 360-dan da 240 dərəcəni çıxıram görüm. Bu 3-cü qrupun dərəcəsinə hələ dərəcə olaraq ha. Yəni ballar falan qalıb kənara, faiz nəsə istəyirsə o qalıb kənara. Həmin hələ ki faiz hesablayıram. Daha doğrusu dərəcə hesablayıram. 360 dərəcədən 240 dərəcəni çıxanda qalacaq 120 dərəcə. 120 dərəcə. Sonra demək bu hissənin payına düşən ədəd olacaq 120 dərəcə. Sonra deyək ki, bu 120 dərəcə var ha, hansı ki 3-cü qrupa bütün abituriyentlərin hansı hissəsinin sənəd verdiyini tapın deyir. Bu 120 dərəcə bütün abituriyentlər bütövlükdə dairədir mi? Bax, bütün abituriyentlər 360 dərəcədir. Yazırsınız aşağıda. Və tapdığınız dərəcəni yazırsınız yuxarıda 120 dərəcə. Deyək ki, bu, yəni bizim tapdığımız bu 120 dərəcə bütövlükdə dairənin hansı hissəsini təşkil edir? İxtisar gedir hər ikisi 120-yə, cavab qalacaq 3də 1. 11-ci sualda yeni qaydadadır. 110, 80, 70. Toplayacaqsınız, bizə verəcək nəyi? 260 dərəcəni verəcək. Toplam 360 dərəcədir axı bizim tam bucağımız. Çıxırıq qalacaq 100 dərəcə. Demək, bunun payına düşəcək 100 dərəcə. İndi 100 dərəcə bütövlükdə dairənin deyir hansı hissəsini təşkil edir? 100 bölünsün 360. Sonra bu sıfırlar ixtisar gedəcək və yuxarıdan aşağıda 2-yə bölünəcək. Yuxarıda 5, aşağıda 18 qalacaq və cavabımız olacaq 18də 5. Yəni A bəndi. 12-ci suala baxaq. Hansı ədədin 0,15 hissəsi 12,5-in 0,6 hissəsinə bərabərdir? Cümləyə buradan başlayıram. 12,5-in 0,6 hissəsi. Axı, mən demişim ədədin hissəsini tapanda ədədi vurursunuz hissə göstərən ədədə. Normalda 125-i vurursunuz 6-ya. Cavab edəcək necə? 750 etməlidir. 750. Yazıram bərabər 750-yə. Və burada vergüldən sonra bir dənə ədədimiz var. Burada vergüldən sonra bir dənə ədəd var. Ümumilikdə mən vergülü bura qoysam, həqiqətən vergüldən sonra da 2 dənə ədəd olacaq. Qalacaq 0,5. Silə bilərsiniz ən yekundakı sıfırların sayını. Hansı ədədi vurublar 0,15-ə və cavab alıblar 7,5. Yəni bilin ki, məsələnin bu hissəsini mən tapdım ki, mən tapdım ki, məsələnin bu hissəsi bizdə 7,5-ə bərabər imiş. 12,5-in 0,6 hissəsi. Və naməlum vurğu tapanda biz hasili, yəni 7,5-i böləcəyik 0,15-ə. Yazırıq ki, 7,5 bölünsün 0,15. Deməli, onluq kəsələrin bölünməsində biz demişdik ki, vergüldən sonraki ədədlərin sayı bərabər olmalıdır. Burada vergüldən sonra 2 ədəd var, burada isə vergüldən sonra 1 ədəd var. Mən vergülləri tutulamaq üçün ədədlərin sayını bərabərləşdirməliyəm. Yəni, bura bir dənə 0 atıram. Artıq ondan sonra biz vergülləri yox eləyə bilərik. Nə qaldı? Buradan x bərabər olacaq 750 bölünsün 15-ə. Yəni, gəlin burada da ədədimizi bölsək, cavab qalacaq 75-15 ixtisar gedəcək. 5 yanında bir dənə 0. Demək cavabımız olacaq 50. 13 də həmin qaydada tapılır. Yanında sizə göstərim. Hansı ədədin vurublar 0,25-ə, axı ədədin hissəsini tapanda ədəd vurulur isə göstərən ədədə bərabərdir 13,5-in 0,15 hissəsinə. Yəni 13,5 vurulsun 0,15-ə. Yenə eyni qaydada siz 13,5-i vuracaqsınız 0,15-ə. Sol tərəf qalır. X vurulsun 0,25. Bərabərdir. Bu hissəndə. Baxın, solda mən göstərdiyim kimi alt-alta vurub hesablayırsınız və vergülü elə yerdə qoymalısınız ki, komple vergüldən sonra 2 dənə ədəd qalsın. Hesablasaz tapacağız ki, cavab 6,75. Ay, mənim necə belə şifayı tapdı? 0,5 yarım deməkdir. Yəni 13,5-i yarıya böldüm. Yəni 135-i yarıya böldüm, sonra vergül atdım.
Hə, burada da x-i tapanda 6 tam %75-i bölürük nəyə? 0 tam %25-ə. Artıq hər ikisində vergüldən sonra sağda 2 dənə də olduğuna görə mən bunları tulaya bilərəm. Buradan da x bərabərdir 675 bölünsün 25. 675 bölünsün 25. Və bu da bizə verməlidir 27-ni 27, bəli. Və buradan da aşağıdan yazmalıyıq bunu. Yazılış qaydasına riayət ediriksə, bəli, buradan da x bərabərdir 27 olacaq. Yəni debəndi. 14-cü suala baxırıq. Bir briqada müəyyən bir işi 7 saata görür. Aha. Digər də 6 saata yerinə yetirir. Bu 6-da 1. Onlar birlikdə işləyiblər. Birlikdə işləyiblərsə toplayıram. Təbii ki, mötərizədə. Və birlikdə 3 saat işləyiblər. Baxın, dedim axı, bunlara V kimi baxın. V vurulsun T bərabər S deyil. S elə bilin ki, görülən işdir. Bunlar neçə saat işləyiblər? 3 saat işləyiblərsə vururam 3-ə. Bərabərdir. Görək, bu bizi nəyi verir? 7-də 1-in altda 1 toplayanda bizə verəcək 42-də. 7-dən 42-yə gəlmək üçün bu kəsrin məxrəcini 6-ya vurmuşamsa, sürətini də 6-ya vurmalıyam. 1 vur 6, yəcək 6. Üstə gələk, 6-dan 42-yə gəlmək üçün 7-yə vurmuşamsa, deməli 1-i də vururam 7-yə. Buradakı 1-i o da yəcək 7. Vur 3. Toplama deyə başdan açdım. Toplama işvəsidir bu. Qılıncdan keçirdim. Bərabərdir. 3-dən 42 3-ə bölünür. 3 bölü 3 1. 42 bölünsün 3 yəcək 14. Yuxarıda da nə qalıb? 13. 14-də 13. Uşaqlar, bu görülən işi göstərir. 14-dən 13-ü görülüb. Bəs yaxşı, 14-dən 13-ü görülübsə görülməyən nə qədərdir? 1 çıxılsın 14-də 13. Yəni ki, 14-də 1-ə bərabər olacaq. Əgər sualın şərtini belə dəyişə bilər. Baxın. Deyir ki, biri 7 saata görür işi. Digəri də 6 saata görür. Deyir, onlar birlikdə. Neçə saat işləsələr, hovuzun yarısı dolar. Bu zaman məndən zaman soruşur. Yəni, zaman həmişə mötərizənin vurduğumuz ədəddir. Burada nəyə baxırsınız? Hovuzun yarısı dolar desə, axı yarım 2-də 1 deməkdir. Bərabər 2-də 1 qoyub tənliyi həll edirsiniz. Hovuzun 75% dolur desə, bərabər 4-də 3 yazacaqsınız. Hovuzun 12-də 1 hissəsi dolur desə, bərabər 12-də 1 yazacaqsınız. Yəni, hansı hissədə olursa, onu burada qeyd edirsiniz kəsr şəklində. Yara desə 2-də 1, sonra 75% desə 4-də 3 və s. Sonra 15-ci sualda baxaq. Ambarda olan Ambarda olan taxıl, bilmirəm nə qədərdir, x qədərdir. Taxılın 11-də 3-ünü satıblar. 11-də 3 x-i satıblarsa, demək, mənim əlimdə qalan olacaq 11-də neçə x? 8x. Və bu qalandır. Qalan. Şərtdə də mənə deyir ki, ambarda qalan, yəni 11-də 8x bərabərdir 64,8-ə. Mən qalanı kəsrlə tapmışam, o da mənə qalanı konkret cavabla bildirir. Onda nə edirik? Hər iki tərəfi 8 ixtisas edə bilərəm. Burada yuxarıda 1 qalır. 64,8 8-ə bölündə qalacaq 8,1. Nə qaldı? X bölünsün 11 bərabərdir 8,1-ə. Müəllimə bunu 11-ə vurma taktikası eləməzmi? Əlbəttə eləyər. Bu ikisini bir-birinə vururam. 8,1 vurulsun 11. Vergülü sıra qoyarıq da qaçmır ki. 81-i 11-ə vuranda 8-lə 1-i aralı yazıram. Sonra 8-lə 1-i toplayıram, yapışdıram ortada. Yazıram. 8,1-i 11-ə vuranda sizcə 8 tam nə qədərsə eləyərmi? Mən 10 qatına qədər çıxarmışam 8-i. 80-i ötüb keçib. 89,1 ton olacaq. Yəni, bizdə olacaq B variantı. 16-cı suala baxaq. 13-də 2 hissəsi torpağa bastırmış olan dirəyin görünən hissəsinin uzunluğu 5,5-dir. Dirəyin uzunluğunu tapın. Mən nə bilim dirəyin uzunluğu nə qədərdir? Olsun x. Nəyimiz olsun? Dirək. Ürək, dirək. Dirək. Əgər 13-də 2-si yerin dibindədirsə, onda, səsim də deton oldu. 13-dən 2-si yerin dibindədirsə, onda 13-dən 11-i yerin üstündədir. Yəni, torpağın üstündədir, görsənir. Şərtdə deməlidir ki, dirəyin görünən hissəsi 5,5-dir. Eyni şey deyirik. Mən kəsrlə, o da konkret edilən. Bərabərləşdirdim. Yenə də bu məsələni həll etmək qaldı bizim boyumuzun borcuna. 11-i 11-ə bölürəm. 5,5 11-ə bölürəm. 55 11-ə böləndə 5 yerdə. Sadəcə vergül var deyə 0,5 yazacağım. Düzmü yazdıq? Düzmü yazdıq?
Gecə qara, cücə qara. Şifai misal həll eləyəndə nə gözləyirdik ki? Desəm, nəsə yazdığımdan şübhə elədim. Yəni, Dələ Baba qaydasına həll eləyəcəm bunu. 11x sürətdəki ifadə bərabərdir. 5,5 vursun 13. Mən burada istəyirəm hər tərəfə 10'a vurum. Ki, bu vergül mənim əlimə ayağıma dönüb dolaşır. Deyib dolaşır. Hər tərəfə 10'a vuram. Burada 10 vurğu əlavə edirəm. Burada vurulsun 10 vurğunu əlavə edirəm. Baxın, 5,5'i 10'a vuranda vergül sağ tərəfə tullanacaq, qalacaq 55. Vur 13. Solda da nə var? 11x vur 10. Hər ki, dəyimin hesablamayın. Niyə görə? İxtisar olacaq çünki. 11'i 11'e bölürəm 1, 55'i 11'e bölürəm 5. Və buradan da qaldı nə? 10x bərabər 5 vurulsun 13, yəni 65. Buradan da x tapanda 65'i bölürük 10'a. Cavabımız eləyəcək 6,5. Bizim ümumi dirəyimizin uzunluğuymuş. Yəni ki, cavab B variantı. Deyirəm ki, sizlər üçün faydası olar. Əksər məsələləri hardasa yarıladıq. Bir damcı yarıladıq. Məsəl üçün, bu tip misalları bu hovuzun boşalmasından tipli izah edəcəm mən dərsdə təbii ki, şagirdlərimə. Əgər özünüz cəhd etmək istəsəz, baxın ki, 4 saata doldurursa yazacaqsınız 4'də 1. O biri 6 saata boşaldır. Əgər boşaldırsa kran hovuzu, bu pis bir şeydir. Yəni, doludanda müsbətdir, amma boşalanda mənfidir. Yazacaqsınız 4'də 1 çıxılsın, 4'də 1 çıxılsın, altda 1. Yəni, 4'də 1 çıx, altda 1. Boşaldanın sol tərəfi həmişə mənfi qalmalıdır. Bunu diqqətdən yayındırmayan belə. Arada gələrmi? Dərsimizdə gələcək. İnşallah ki, nələr. Biz bundan sonraki mövzularda da biz sizlərlə görüşəcəyik təkrardan. İnşallah sizlər üçün faydası olsun. Nə sual olsa mütləq qeyd etməyi unutmayın. Ya rəy bölməsində, ya da ki, dərsdə suallarınızı verin müəllimə. Növbəti izahlarda görüşərik.